Salam, hər vaxtınız xeyir. Ədəbiyyat fənni üzrə Demin 20 variant sınaq imtahanı kitabından sınaq imtahanı 11-in suallarına baxıb onlarla tanış olacaq. Sınaq imtahanının suallarına başlayaq. Birinci sual. İlyas Əfəndiyevin Xurşudbağın Natəvan əsərindəki hansı məqamlar müəllifin mövqeyini ifadə etmir? Seyid Hüseynin Cənubi Azərbaycan fəaliyyəti bu maariflik fəaliyyəti olmuşdu və bu müəllif mövqeyini əks etdirə bilən bir xüsusiyyətdir. Xurşudbağın Şuşaya çəkdirdiyi bulaq bu vətənpərvərlik mövqeyi ola bilər. Mamayenin məclisi üstə oxuduğu şeir bu artıq müəllif mövqeyini əks etdirmir. Mamaye orada şeiri Xurşudbağın Natəvana oxuyurdu. Yəni bu müəllif mövqeyini əks etdirmir. Ona görə cavab olur C bəndi. Xurşudbağın Şuşada cançın olan söhbəti, yenə burada da vətənpərvərlik hissləri duyulur. Müəllif mövqeyini əks etdirə bilir. Xurşudbağın maarifpərvər fəaliyyəti, bu da maarifpərvərlik fəaliyyətdən müəllif mövqeyini əks etdirə bilər. 2. Nəcəf bəy Vəzirovun Müsibət-i Fəxrəddin əsəri ilə bağlı yanlış fikirləri müəyyən idi. 1. Rüstəm bəy Rəşidin intiqamını almaq üçün Heydər bəyi öz əllərlə öldürmüşdür. O Heydər bəyi öldürmüşdür, amma əsərdə öz əllərlə öldürmüşdür fikri keçmir. Ona görə biz bunu yanlış fikir kimi götürürük. Səadət xanım Fəxrəddinin atasının intiqam planlarından xəbərdar etmək üçün Hürü nənəni onun yanına göndərir. Bu doğru fikirdir. Rüstəm bəy Fəxrəddinin ailəsindən intiqam almaq üçün Gülbaharı atası evinə göndərir. Göndərmir. Fikir olaraq bunu Mahmud bəyə deyir, amma Mahmud bəy bununla razılaşmır. 3. Cahangir bəy Rüstəm bəydən qorxduğu üçün Səadəti qaçırmaqdan çəkinir. Xeyr, Səadət özü onu istəmirdi. Ona görə Cahangir bəy çəkinirdi və Səadəti qaçırmaq fikrindən yan keçmişdi. Mahmud bəy atasına Fəxrəddinin baş verən işlərdən günahsız olduğunu bildirir. Bəli. Cavab olur 1, 3, 4 D bəndi. 3. Həmzənin qırat qaçırılması qoyla bağlı doğru fikirləri müəyyən edin. Xotkar şəhər adamlarının onun Koroğlunun əlində aciz qalması düşünməklərindən narahatdır. Bəli, bu Hasan Paşa ilə onun arasında dialoqlarda keçir ki, Xotkar deyir ki, gələn karvanları Koroğlu talayır. Ona görə də Hasan Paşaya deyir ki, sən müəyyən qədər bir ehtiyatını gör, tədbir gör və get oradan müəyyən qədər ərzaq gətir ki, insanların gözündə, yəni əhalinin gözündən düşməsin ki, Xotkar bura məhsul gətirə bilmir. Yəni, belə bir dialoqları vardı onların. Ona görə bu doğru fikirdir. Eyvaz Koroğlunun qıratın dalında tək getmək fikrini dəstəkləyir. Bu fikri heç kəs dəstəkləmir. Ona görə 2 səhvdir. Daha sonra, Qarı Hasan Paşanın mehdərlərinin qıratın əlində aziz qaldıqlarını Koroğluya xəbər verir. Düz fikirdir. Hasan Paşa qıratı ələ keçdiyinə görə igid olmasına görələnir. Bəli. Bolu bəy atasının razılığı olmadığı üçün Dünya xanıma qovuşa bilməmişdi. Xeyr, Dünya xanım Bolu bəyi istəmirdi. Dəfələrlə Bolu bəy ona elçi, daha doğrusu ona təklif göndərsə də Dünya xanım bunu qəbul etmirdi. Ona görə də onlar qovuşa bilməmişdi. Cavab olur 1, 3, 4 Y bəndi. Bir də burada qeyd edim. Koroğlu eposunda Hasan Paşa və Hasan xan obrazı var. Hasan xan o şəxs idi ki, Hasan Paşa onun qonağı idi və Koroğlunun atasının gözlərini çıxarmağı Hasan xana Hasan Paşa deyir və Hasan xan Koroğlunun atasının alı kişinin gözlərini çıxartdırır. Yəni bu obrazları bir-birindən qarşıdırmayaq. 2 dənə Hasan, 2 nəfərdir Hasan obrazı. 4. Səməd Vurğunun Vaqif əsərindəki obrazlara əsasən Eyler və diaqramdakı uyğun fikirləri müəyyən edin. Baxaq. İşğalçı hökümdardır Qacar. Dara düşəndə aradan çıxır İbrahim xan. Çətinliyə düşəndə Vaqifdən məsləhət istəyir İbrahim xan. Qan tökməkdən həzz alır Qacar. Şeyxin xidmətindən yararlanır hər ikisi. 1-ə A, D, 2-yə A, D, 2-yə B, C, 3-ə də Y. Cavab olur A bəndi. 5. Cəfər Cabbarlının Oqtay Eloğlu əsəri əsasında cədvəldəki yanlış fikirləri müəyyən edin. Oqtayın həyat qayəsi
Sevdiği insana qovuşmaq. Qayəsi çatmaq yolu. Firəngizi Aslan bəyin təzyiqlərindən qurtarmaq. Bizdən yanlış fikirlər soruşur. Bu da səhvdir. Çünki Oktayın həyat qayəsi sevdiyi insana qovuşmaq deyildi və bu qayəyə çatmaq yolu da bu deyildi. Ona görə bunu götürürük. Oktayın həyat qayəsi milli teatr yaratmaq idi və bu qayəyə çatmaq yolu nə idi? Hər şeyini fəda edərək çox çalışmaq. Bu var idi. Firəngizin teatr sənətə gəlişini dəstəkləmək isə belə bir fikir qayəsi yox idi. 1, 3, 5 cavab olur. Nöqtələrin yerinə uyğun gələn fikri müəyyən edin. Süleyman Rüstəmin Təbriz şeirində lirik qəhrəman doğma torpağın bəxtsizliyindən şikayət edir, xeyr. Yaşadığı sürgün həyatının onun əyə bilməyəcəyini söyləyir, xeyr. Təbrizin dərdlərindən xəbərsiz yaşadığı üçün təəssüf hissləri ifadə edir. Təbrizin sevincini, kədərini öz şəxsi hissləri hesab edir. Bəli, burada elə bir misra var idi. Sevinsən sevinərəm, gülsən gülərəm, ağlasan ağlaram. Daha doğrusu ağlasan ağlaram, gülsən gülərəm, yaşasan yaşaram, ölsən ölərəm. Belə bir misralar var idi. Cavab olur D bəndi. 7. Axundzadənin Aldanmış Kəvakib povestinə əsasən doğru səbəb-nəticə əlaqəsini müəyyən edin. Axund Səmədin Mirzə Səddədinlə ədavəti vardı. Bəli, o Münəccimbaşını öldürtməyə çalışır. Bəli, o fürsətdən istifadə edib Münəccimbaşını öldürtmək istəyirdi. Cavab olur 1. Daha doğrusu 1'i götürürük. Mustafa Mirzə Yəhə qoşun əhlinin məvacibinin verilməsinin qarşısını alır. Dövlət xəzinəsinin pulu azalmır. Bəli, bu da yaxşı bir fikir olmasa da əsərdə bu fikir var. 1, 2. Cavab olur B bəndi. 1, 2'nin olduğu digər variantlarda yoxdur. Digərlərinə baxa bilərik. Yusif Sərrac özünü ulduzların qəzəbindən qorumaq istəyir. O Münəccimbaşı vəzifəsini ləğv edir. Yusif Sərrac Münəccimbaşı vəzifəsini ləğv edir. Amma ulduzların qəzəbindən qorunmaq məqsədilə deyil. Mövlana Cəmaləddin hakimiyyəti ölmə layiq bir adamın gətirilməsi lazım bilir. O Yusif Sərracı hakimiyyətə gətirməyə təklif edir. Mövlana Cəmaləddin hakimiyyətə ölmə layiq bir adamın gətirilməsini lazım bilir. O Yusif Sərracı hakimiyyətə gətirməyə təklif edir. Xeyr. Sərdar Zaman xan düşmən hücumunun qarşısını həmişəlik almaq istəyir. O dağılmış yerləri bərpa etməməyə əmr edir. Xeyr, əksinə o dağıdır. Dağda gedir ki, düşmən hücuma gəlməsin. Ona görə də cavab elə 1, 2 olur. 8. Aytmatovun Gün var əsrə bərabər romanı ilə bağlı yanlış fikirləri müəyyən edin. Yedigey Qazanqapaqın ölüm ayağında olması ilə bağlı oğluna telegram vurduğunu Kubalaya xatırladır. Doğrudur. Birləri çıxırıq. Əhalinin yurt yuvasından təxliyə edilməsi Yedigeyi mərkəzə getmək haqqında düşünməyə vadar edir. Yanlış fikirdir. Dəfnə gələnlər Sabitcanın təkraramiz danışığını susmaqla qarşılayırlar. Susmurlar, artıq ona reaksiyada bildirirlər. Yedigey özünün də Qazanqapağın məzarı ilə yanaşı dəfn olunmasını vəsiyyət edir. Bəli, belə bir fikir var idi. Ana beytə girə bilməyənlər cənazə ilə Boranlıya dönmək məcburiyyətində qalırlar. Xeyr, Yedigey deyir ki, yəni belə bir şey görülmür ki, dəfn olunacaq ölü geri qaytarılsın. Ona görə də bu fikirdə səhvdir. Cavab olur 2, 3, 5 E bəndi. 9. İsa Hüseynovun Zəhər hekayəsi ilə bağlı klasteri tamamlaya bilən fikirləri müəyyən edir. Meşəbəyi Mirqasım göy ürgəyə çox dəyər verir. Meşəyə gələn ziyalılara xüsusi hörmət edir. Bəli, biz bunu hekayədə gördük, yəni oxumuşuq, bilirik. Meşə su altında qalacağı üçün oğullarından narazıdır. Xeyr, belə bir fikir yox idi. Vaxtilə Daşdəmirin verdiyi qonaqlarda olmuşdu. Bəli, o süd götürməyə gələndə Daşdəmirin fermasına. Onlar arasında belə bir diyaloq var və Daşdəmir hətta orada deyir ki, işim keçən adamlara qonaqlıq verirəm, bir zamanlar sənə də qonaqlıqlar vermişdim. Cavab olur 1, 3 A bəndi. 10. Nümayəndə hansı bəd, təsvir və ifadə vasitələri işlənmişdir? Bayaq nəğmə idi suların səsi. İndi hər dalğadan bir qorxu baxır. Dənizin elə bil donub nəfəsi, dənizə soyumuş ulduzlar axır.
Bayaq nəğmə idi, suların səsi. Suların səsi nəğməyə bənzədir. Təşbih. İndi hər dalğadan bir qorxu baxır. Metafor. Dənizin elə bil donub nəfəsi. Dənizə soyulmuş ulduzlar axır. Bu cümlələrdə də inversiya var. 1, 4, 5 cavab olur. B bəndi. 11. Məmməd Azərbaycan, Dünya mənim şeirlə bağlı yanlış fikirləri müəyyən edin. Böyük Füzuli və Sabirin adları çəkilir. Bəli. Bir olan cavabları çıxırıq. Xalqın azadlıq mübarizəsinin öncüləri hörmətlə xatırlanır. Belə bir fikir yox idi. Lirik qəhrəman yurdunun mayasını, qayəsini nur adlandırır. Düz idi. Bu fikir var idi. Vətənin bütövlüyü problemi qaldırılır. Xeyr. Cavab olur 2 və 4. 12. Sabirin yaradıcılığına əsasında uyğunluğu müəyyən edin. Uşaq şeirləri. Satirik şeirləri. Uşaq şeirləri yaz günləri. Başqa uşaq şeiri yoxdur. Satirik şeirləri. İstiqbalımız lağlağadır. Bir də uşaqdır. 1-ə A, 2-yə B və D. Cavab olur A bəndi. 13. Nizami Gəncəvi yaradıcılığı əsasında müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin. İskəndərnamə, Sultan Səncər və Qarı. Başqa xalqların da taleyini düşünən hökmdar obrazı yaradılmışdır. Bəli, bu İskəndərnamədə var idi. Hökmdar ona verilən nəsihətlərə hörmətlə yanaşır. Bəli, hətta Nüşabə də ona bir növ nəsihət vermişdi və o bunu hörmətlə qarşılamışdı. Sonra Sultan Səncər və Qarı. Dövlətin idarə edilməsinə ədalətli vacibliyi vurğulanır. Dövlətin idarə yox idi. Dövlət məmurlarının özbaşınalığının səbəbinin hökmdardan qaynaqlandığı fikir önə çıxılır. Bəli, bunu Qarı deyir. Baş qəhrəman yürüyüş zamanı dünyasını dəyişir. Cəsarətli qadın obrazı yaradılmışdır. Baş qəhrəman cəsarətli qadın obrazı yaradılıb. Nüşabə İskəndərnamədə idi. Sultan Səncər və Qarıda isə Qarı idi. Altını çıxırıq və bura yazılan hissə artıq hər iki əsərə aid olmalıdır. Baş qəhrəman yürüyüş zamanı dünyasını dəyişir. Sultan Səncər və Qarıda belə bir hadisə olmur. Ona görə cavab olur 1, 2, 4, 5 A bəndi. 14. Füzulinin Leyli Məcnun əsəri ilə bağlı hadisənin arsızlığını müəyyən edir. Məzlun Leylin İbn Səlamla nikah edilməsi xəbərini alır. Leylin atası qızını Məzlun layiq bilmir. Leylin anası qızının məktəbdən xəbər tutan onu məktəbə buraxmır. Nofəl Leylin atası ilə döyüşə girir. Baxaq düzəyib. Birinci 3 gələcək. Daha sonra Leylin atası qızını Məzlun layiq bilmir. Bu var idi. Nofəl Leylin atası döyüşə girir. Bir də Məzlun Leylin İbn Səlamla nikah edilməsi xəbərini alır. 3, 2, 4, 1 cavab o demədi. Ardıcıllıq suallarını düzgün cavablandırmaq üçün mütləqdir ki, əsəri diqqətlə oxumağımız lazımdır. Əslində, ardıcılıqla bağlı olan suallar çətin sual deyil. Əgər ki, əsəri diqqətlə oxusaq. 18. Şirvaninin Gənclərə nəsihət şeirindən nümunədə hansı fikir ifadə olunmuşdur? Dost müttəhim edib kimi etsə rədd, qardaşın olsa da önünə çək sədd. Baxaq. Doğma qardaşı dəstəkləmək hər zaman vacibdir. Xeyr, burada belə bir fikir aşılanmır. Əsl dostluğun dəyəri qohumluq bağlarında da yüksəkdir. Bəli, çünki burada deyir ki, əgər dost kimisə müttəhim bilirsə, günahkar bilib onu rədd eləyirsə, sən də qardaşın olsa belə onun üstündən sədd çəkirsən. Önünə sədd çək və üstündən xətt çək, yəni bu tip ifadə. Ona görə də burada əsl dostluğun dəyəri qohumluq bağlarından yüksək olur. Yəni qardaşdan da öndə olur. Bir bu fikir, problem zorakılıqda həll edən dostu dəstəkləmək olmaz. Belə bir fikir yoxdur burada. Dostluğun əsasında qarşılıqlı inam dayanır. Bəli, yəni əgər sən
dostuna o qədər, yəni qardaşının səhv etdiyinə dostun sənə deyirsə, yəni sənin dostuna inamın o qədər olmalı ki, sən buna inanmalısan. Yəni dostunun düzgün addım attığına inanmalısan ki, qardaşından imtina edəsən. Ona görə cavab olur 2, 4. 16. Mircəlanın açıq kitab əsəri əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Hökm. Siyasi şüarlar əzbərləyib ictimai fəal cildinə girən insanların bəd əməlləri cəmiyyətdə problemlər yaradır. Və bu hökmü əsaslandırıq biz harda? Vahidin institutdan xaric edilməsində, bir də layihələrlə bağlı saxtakarlığa yol verilməsində. Cavab olur 1 və 4. Şəhriyarın Heydər Baba Salam poeması ilə bağlı doğru fikirləri müəyyən edin. Xalqın adət-ənənələrindən söhbət açılır. Bəli, orada söhbət açılır. Müəyyən onların gördükləri, kənddə yaşadıkları zaman etdiklərindən, Novruz bayram ənənələrindən bu var. Daha sonra. Vahid süjet xətti var. Doğru fikirləri soruşur bizdən. Xeyr, vahid süjet xətti yoxdur. Şair valideynlərinin itirdiyi günləri kədərlə xatırlayır. Burada elə bir fikir yox idi. Orada var idi ki, o əzizlər, yəni kənddə yaşayan şəxslərin də itirdiyindən kədərlənir, itirdiyindən yəni bağlı kədər hissi duyur. Amma valideynlərin itirdiyi günləri kədərlə xatırlayır, o yox idi. Misradaxili bölgüsü bütöv söz prinsipinə əsaslanır. Bəli, heca vəznində idi. Kənd əhalisindən kasıb həyat tərzində əks tapmışdır. Bəli. 1, 4, 5 A-bəndə. 18. Şirvaninin Qafqaz müsəlmanlarına xitab əsərinin məzmunla bağlı deyil. Xalqı soymağa qarşısına məqsəd qoymuş fırıldaqçılar var. Bəli, burada bu dini ruhanilərdən söhbət gedirdi. Çarizm müstəmləkəçilik siyasəti xalqı parçalayır, yox idi. Cəmiyyətdə cahillik və elmsizlik hökm sürür. Bu var idi. İnsanlar cəmiyyətdəki təbəqələşmədən əziyyət çəkirlər. Yox idi. Mülkədar ağalığı hər yerdə hökm sürür. Xeyr. 2, 4, 5 cavab olur E-bəndi. Bu fikirlər Seyid Əzim Şirvaninin ümumiyyətlə əsərlərinin məzmunuyla bağlıdır, amma sırf Qafqaz müsəlmanlarına xitab əsərinin məzmunuyla bağlı deyil seçdiklərimiz. 19. Nöqtələrin yerinə uyğun gələn fikirləri müəyyən edin. İsmail Şıxının Dəli Gül romanında Molla Sadıq obrazı Cahandar ağa obrazından fərqlənirdi. Nə ilə? Mövhuatın fanatizmin müdafiəçisi idi. Bəli, Molla idi. Çar hökumətinin cəmaatın torpaqlarına mənzəməsə etiraz bilir. Xeyr. Ailə namusunu qorumaq üçün əlini qana bulamağa belə hazırdır. Xeyr. Kənd uşaqlarının qori seminariyasında təhsil almasına əleyhinədir. Bəli. 1, 4. Biri var əleyhinə, biri var lehinə. Əleyhinə ona qarşı gəlməkdir, lehinə isə onu qəbul etməkdir. 20. Cavidin İblis əsərində İblisin Arifə ünvanladığı bir gün gəlir, əlbəttə şu izan ilə sən də bazicə olursan qoca İblisin əlində. Sözləri əsərdəki hansı məqamlarda öz təsdiqini tapır. Arif, mədəni aləmi buraxıb bədəvi mühitdə yaşayanda, öz məhəbbəti uğrunda qardaşını qatilinə çevriləndə 2. Altun və silah sınağından çıxa bilməyəndə 2, 3. Yəni burada İblisə uyur. Bu məqamlarda Arif İblisə artıq uymuş olur. 21. Povest janrının qəhrəmanı hekayənin qəhrəmanından nə ilə fərqlənir? Qəhrəmanın hərəkət və davranışında fərdi xüsusiyyətlər meydana çıxır. Xeyr. Bədii ümumiləşdirmə yolu ilə yaradılır. Xeyr. Əsərdə təsvir olunan hadisələrin keçişində mühüm rol oynayır. Xeyr. Qəhrəmansa onsuz o istənilən janrda mühüm rol oynayır. Qəhrəmanın təsviri daha təfsilatlı olur. Bəli. Povestə nə deyirik? Böyük hekayə. Hekayədə əgər ki, hekayədə qəhrəman haqqında onu təsvir edərkən bir neçə cümlə kifayət edirsə, povestdə artıq bu yerini daha çox cümlə ilə əvəz etmiş olur. Daha təsvirli olur. Həcmi daha böyükdür. Ona görə cavab olur D bəndi. 22. Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Vaqifin pəri, Zakinin badi-səba, mənim dərdi dilimi. Qadın gözəlinin tərənnümü önə çəkilir. Bu pəridə idi. Lirik qəhrəman bütün qəlbi ilə sevən aşiqdir. Bu hər ikisinə aiddir.
Bura yazıldığı, daha doğrusu o bura yazılmır. Bura değil, 2'yə yazılmalı. Ona görə səhv fikirdir. 1 olanları saxlayırıq. 2 olanları çıxırıq. Subyektiv hisslərin tərənnümü əsasında yaradılmışdır. Bəli, bu düzgün fikirdir. Süni gözəllikdən uzaq durmağa çalışır. Bu pəriyə aiddir. Bura yazılıb deyə səhvdir. El-obanın rəğbət bəslədiyi bir qıza həsr olunub. Bu pəriyə aiddir. Sevən aşığın kədəri qabarıq hiss olunur. Bu da Banisəba mənim dərdi dilimi. 1-3-6 cavab olur B bəndi. Rəsul Rızanın Qızıl Gülü olmayaydı poemasında müşfiq obrazla bağlı yanlış fikirləri müəyyən edin. Uşaq təbiətli insan kimi təqdim olunur. Bəli, ona böyük uşaq da yazılmışdı orada. Böyük uşaq kimi də qeyd olunur. Rəqiblərə qarşı hər zaman yumuşaq davranan, xeyr, hər zaman yumuşaq davranmır. Eşitdiyi sözlərdən tez təsirlənir, düzdür, yanlışı soruşur deyir, getirilmir. Xoş münasibətə tez aldanır, doğrudur. Heç vaxt təmkinini pozmur, pozur. Əsəbi ola bilir, gülə bilir. 2-5. 24. Nümunə ilə bağlı doğru fikri müəyyən edin. Ramiz Rövsənin şeiridir və onunla bağlı doğru fikirləri tapaq. Çarpaz qafiyələnmə üstünlüyü təşkil edir. Xeyr, çarpaz qafiyələnmə nə idi? Belə olmalıdır. A, B, A, B. Bu şəkildə olmalıdır. Burada isə üstünlük təşkil edir fikri yanlış fikirdir. Sərbəst şeirdə qələmə alınmışdır. Bəli. Mübaliğədən istifadə olunub. İstifadə olunub. Burada deyir, özümün içindən keçdi, keçdi dabanımdan keçdi, az qaldı, 2 yerə böləməli. Bu mübaliğədir. Heca vəznin təsiri hiss olunur. Hiss olunur harda? Burada. Müstəvidə hecaların sayı bərabərdir. Metafordan istifadə olunur. Gözümdən keçdi, canımdan, qanımdan keçdi. Bunlar da başımdan göyə muxladı. Metafordur bunlar. 2, 3, 4, 5 olur cavab. Misradaxı bölcük bütün misrada sabitdir. Xeyr, bu göstərdiyim 4 misrada sabitdir. Bu da heca vəzninin təsirinin duyulmağına şərait yaradır. Əli Kərimin Qayıtlar ana borcu şeirlə bağlı yanlış fikirləri müəyyən edin. Oğul sonda öz əməlinə görə peşman olur. Xeyr. Təhsildə uğur qazanmışdır. Yanlışları soruşur. Yanlışları soruşsa götürürük. 1. Təhsildə uğur qazanmışdır. Bəli. Atasızlığın bütün əzab əziyyətini hiss etmir. Xeyr, anası ona bu əzab əziyyəti hiss etdirməmişdir. 3. Atasız böyüdüyü üçün bədbin insana çevirmişdir. Xeyr. Şairin ittihamına məruz qalır. Təbii ki. Cavab olur 1, 3, 4. Bəxtiyar Vahabzadə yaradıcılığında hansı mövzular aparıcıdır? Bəxtiyar Vahabzadə yaradıcılığında xalqın azadlıq mübarizəsi var. Var ictimai fəlsəfi düşüncələr. Faşizmə qarşı mübarizə xeyr. Ana dilinə sevgi hər zaman olub Bəxtiyar Vahabzadənin yaradıcılığında. İctimai eyblərin tənqidi xeyr. 1, 2 və 4. Kitab Dədə Qorqud dastanı əsasında uyğunluğu müəyyən edin. Basat, Urus. Baxaq. Basat. Dostlarıyla birgə düşmənə qarşı döyüşür. Bu Uruz idi. Əsirlikdən qaçmağa müvəffəq olur. Bu heç birinə aiddir. Aid deyil. Yardım almaq üçün ona müraciət edirlər. Bu aid idi Basada. Basadın təpəgözü öldürdüyü boyda. Daha sonra Oğuz elinin intiqamını almaq üçün düşmən üzərinə gedir. Bu da Basat idi. Bir neçə əsirlikdə olmuşdur. Bu da Uruz idi. Cavab olur 1, C, D, 2 isə A və Y. Mətn suallarına baxaq. 3 sual olur. Yolsuz söhbət və onunla bağlı olan 3 sual. Mətni oxuyub daha sonra isə sualların izahına da baxa bilərsiniz. 28. Əsərlər əsasında cədvəldə nöqtələrin yerinə uyğun fikirləri yazın. Yolsuz söhbət əsərində Arabaçı oğlan və İsa Hüseynovun Zəhər əsərində Arabaçı oğluna zid xarakter malik obraz təbii ki də bu Daşdəmir idi. Yolsuz söhbət əsərində Arabaçı oğlan mülayim idi. Yardım sevərdi. Amma Daşdəmir necə insan idi?
Daşdəmir təmənna güdən insan idi, egoist idi. Daha sonra nə deyə bilərik onun haqqında? Mənfəət güdən insan idi, yəni işi keçənə qonaqlıq verirdi, mənfəət güdürdü. Bu fikirlərdə Daşdəmirə qeyd edə bilərik. 29. Eyler-Venn diaqramını əsərlərin forma və janr xüsusiyyətləri əsasında tamamlayın. Forma və janr haqqında olan fikirlərlə biz onları tamamlamalıyıq. Yolüstü söhbət, bir də Bakıxanovun Hikmətin Fəziləti əsəridir. Bunlar haqqında biz forma və janrları haqqında fikirlərlə tamamlayaq. Yolüstü söhbət romandan parçadır yazılıb. Daha sonra yaza bilərik, onun formasından söhbət gəlsə, biz onu yaza bilərik ki, gördüyümüz kimi nəsrlə yazılıb. Hekayədir və nəsrlə yazılıb. Daha doğrusu hekayə deyil, romandan bir parçadır və nəsrlə yazılıb. Orta xüsusiyyət kimi nə götürə bilərik? Daha sonra Hikmətin Fəzilətinə baxaq. Hikmətin Fəzilətin biz keçmişi Abbasqulu Ağa Bakıxanov haqqında yazdığı hekayədir. Hekayədir. Daha sonra Hikmətin Fəziləti mənzum hekayədir artıq. Bu ona aid xüsusiyyətdir. Əruz vəznində yazılıb, bunu da yaza bilərik. Orta cəhətini götürə bilərik. Gördüyümüz kimi biri romandır, biri hekayə. Nə olur? Epik nə olur? Daha sonra nə var burada? Təhkiyə var. Yəni, epik növdəsə burada da təhkiyə var. Bunları da ortaq fikir kimi qeyd edə bilərik və siz əlavələr də edə bilərsiniz. 30. Mətn əsasında cədvəli tamamlayan fikirləri yazın. Bədii təsvir vasitələri, bir də Parsdan nümunə. Bədii təsvir vasitəsi, məsələn, burada ilə başlayan kimi qırğı baxışlı var. Bu, bədii təsvir vasitəsi olaraq nə olur? Epitet olur. Bunu götürə bilərik. Daha sonra bir də burada var idi yumşaq təbəssüm. Bu da epitetdir. Yumşaq təbəssüm olmaz. Bu da epitet olur. Bir də burada var idi metafor. Metafor nə idi? Elə bu cümlə, oğlanın üzündə yumşaq təbəssüm dolaşdı. Təbəssümün dolaşmağı metafordur. Bunları qeyd edə bilərik. Bu qədər, bu sınaq da sona çatdı. Digər yerdə qalan 9 sınağın da izahı çox qısa zamanda kanala yerləşdirilmiş olacaq. Hər birinizə uğurlar arzu edirəm.